Belə bir suala baxaq. Kökə açıq kök B2 və A plus B bərabərdə 6 minus kök AB olarsa, A kökə açıq B kök B ifadəsinin qiymətini tapın deyir. Yazaq. A kök A-nı yazırıq kök altda A kubu. Çıxılsın B kök B-ni də yazırıq kök altda. Demək, olacaq kök altda B kubu. Kökün altında B kubu. Bunu da kublara görə A kubu çıx B kubunun əsasını açsaq, kökə açıq kök B vurulsun. Birincinin kvadratı, yəni A, üstə gəl ikincinin kvadratı B. Birincinin ikinciyə hasili, üstə gəlsin kök altda A, B. Bərabərdir. Kök altda açıq kök altda B ifadəmizin qiyməti 2-dir. 2 vurulsun. A plus B-miz də bizim 6 çıxılsın kök altda AB-dir. Kök altda AB-ni qoyuruq yerinə. Üstə gəlsin kök altda AB. Kök altda AB-lər islah olun. Qalır 2 vurulsun 6. Bu da eləyəcək 12.